Bizim bugünkü videomuz çox bir maraqlı videodur. Bu videomuz Niva haqqında olacaq. Çox adamın bilmək istədiyi, maraqlandığı bir videodur. Bu video nədən ibarətdir? Bu video Nivada quraşdırılmış razdatka haqqındadır. Razdatka haqqındadır. Və bunun nəyə yaradığını, nə üçün olduğunu, yəni mən sizə bunların hamısını açıqlamasından bildirəcəm ki, yəni bilmək istəyən Niva sürənlər, ya təzə Niva alanlar, maraqlananlar bunun haqqında biraz məlumatlansınlar. Beləliklə vəziyyət necədir? Bu razdatka ki, quraşdırıblar Nivaya. Burada razdatkada 2 dənə rıçaq var, yəni ötürücü skoris var. Bunlar nə üçündür? Çox adam deyir ki, Nivada qabaq qoşul olur, razdatkanı qoşanda arxalar qoşulur və yaxud arxalar qoşul olur, razdatkanı qoşanda qabaqlar qoşulur. Əslində Nivada 4 təkərin 4'ü də qoşulu vəziyyətdədir. Yəni bunların heç dəxli yoxdur. Bunlar qoşuldu, qoşulmadı. Niva neytral sürətdə, yəni normal sürətdə hərəkət edərkən Nivada 4 təkərin 4'ü də işləyir. Ona görə Niva başqa maşınlara baxanda biraz benzini, yəni Sovet maşınlara baxanda benzini biraz çox işlədir. Elə ki qaldı bu rıçaqlara ki, bunlar nə rol oynayır? Bunlar gördüyünüz kimi biri balaca, biri biraz yekədir. Bunların vəzifəsi nədən ibarətdir? Ən çox istifadə edilən bu uzun rıçaqdır. Bu da ki, yəni sürət həddində bəzi yerlər ki var, biraz ağzı dikə qalxırsan, biraz yuxarı yerləri ki qalxırsan və yaxud qumda bəlkə sürətlə gəlin, məsəl üçün belə götürək də, belə edəndə biraz sürətli götürür, yerindən sürətli götürür, sürətli götürdüyünə görə bunu biz keçirdirik, əlbəttə stipler şərti ilə, bunu basırıq, stiplerini, bunu keçirdirik qabağa. Bunu keçirdəndə maşın aşağı sürətdə hərəkət eləməyə başlayır. Yəni maşının sürəti avtomatik azalır. Yəni bunun adı nədir? Bu iki cür deyirlər də buna. Ya panijin skorus deyirlər, aşağı sürətli skorus, ya da ki usilin skorus deyirlər. Bunun vəzifəsi budur. Arxaya çəkəndə sürət böyüyür, birinci skorusda. Stiplerini basıb qabağa çəkəndə sürəti yəni azaldır, ancaq maşının gücü çoxalır. Və bunun ortasında neytral var, yəni avtomatik korobkalardakı kimi. Qabağa sürəti azaldır, yəni lap yuxarı dikə çıxmağa da rahatçılıq olur. Arxaya keçirdəndə sürət artır və ortada neytraldır bu, neytral, xalastoydadır. Bu dəqiqə biz bunu birinci skorusu atsaq, məsəl üçün, steplerini bastıq, maşın xodlu vəziyyətdədir. Atdıq birə, qazı basırıq, gördünüz, getmir. Birinci skorusdadır və yaxud çıxartdıq, atdıq ikinci skorusa, yenə də maşın getmir öz-özünə. Yəni bu hal-hazırda bundan qabaq olduğuna görə bu xalastoya salıb. Yəni ki, maşın bir dəqiqə xalastoy vəziyyətdədir. 2 dənə xalastoy var. Bir bu xalastoy eləyə bilir, bir də bu xalastoy eləyə bilir. Ona görə biz lazım olanda yuxarı sürəti, aşağı sürətin ortasında xalastoy bir, neytral bir, bizdə halogeni var. Bunu qoyaq. Neytral yoxdur. Yəni bu bir qabağa açır blokirovkanı və bir arxaya eləndə blokirovkanı qoşur. Ancaq bu bizdə usilinlik skoris var. Bunlarda orta variant var. Bunlarda yəni xalastoy eləmək olur. Bugünkü videomuzda bu qədər. Niva haqqında maraqlı bir videodur. O demək deyil ki, kimisə Nivası var, bu batmaz. Yəni bu palçıqda da gedər, bu yağışda da gedər, qarda da gedər. Əslində maşından yox, çox şey maşını idarə edən sürücüdən asılıdır. Yəni sürücü normal bir sürücü olarsa, palajenlə çıxa bilərsə, bunu yəni maşına əsasən də çox bir önəm vermək lazım deyil. Bugünkü videomuzda bu qədər.